Ən sərfəli qiymətə satışa çıxarılmış 4 otaqlı bir mərtəbə həyət evi təqdim edirəm. Evin qarşısında terası var. Terasa çıxış evin mətbəxindən nəzərdə tutulub. Tikintisi haqqında məlumat verim. Quruq qoşadaşla tikilib. Bünövrəsi betondur. Tikintinin sonundan beton kəməri fırlanır. Yerdən kürsülüdür. 5 daş kürsü üzərində inşa edilib. Ətrafı tam yaşayışlıdır. Həyəti təqdim edirəm. Həyəti genişdir. Həyətinə tamet döşənilib. 2 sotdan inşa edilib. Evin kvadrat metri 120 kvadrat metrdir. 10 metrin 12 metrə ölçülərdə inşa edilibdir. Həyətin giriş qapısını təqdim edirəm. Giriş qapısı uzaqdan pultla idarə olunan jalüz qapıdır. Maşın üçün ayrıca, piyada üçün isə ayrıca qapı nəzərdə tutulub. Həyətin suyunun axıb getməsi üçün trapları da quraşdırılıb. Bütün kommunalları qaydasındadır. Kanalizasiyası mərkəzi kanalizasiya xəttidir. Qazı, suyu, işığı daimidir. Evin yanında və arxasında evlə zabor arasında məsafə saxlanılıb. Arxa tərəfində də saxlanılan məsafəni təqdim edirəm sizlərə. Dəyərli izləyicilərimiz, tikintinin sonundan gördüyünüz kimi beton kəməri fırlanır. Evin yerləşdiyi ərazi Masazır qəsəbəsidir. 6 nömrəli məktəbə yaxın məsafədə inşa edilib. Qiyməti 96 min manata deyilir. Real müştərilərə qiymətdə endirim olunacaq. Qonaq otağını təqdim edirəm dəyərli izləyicilərimiz. Televizor üçün xüsusi TV stend yığılıb. Qonaq otağının pəncərəsi böyük ölçüdə şəbəkə üslublu pəncərədən istifadə olunub və birbaşa evin öz həyətinə baxır. Tavanına fiqur verilib spotlardan istifadə olunub. Ağ rəngli, açıq rəngdə aboylardan da istifadə olunub. Yataq otaqlarını təqdim edəcəm dəyərli izləyicilərimiz. Burada yerləşir yataq otaqlarından biri. Yataq otaqları genişdir. Pəncərələrinin önü açıqdır və burada yerləşir evin yataq otaqlarından ikincisi. Bu evlə əlaqə saxlamaq istəyən müştərimiz 050 751 1622 nömrəli telefon nömrəmizlə əlaqə saxlaya bilərlər və burada yerləşir evin yataq otaqlarından üçüncüsü və sonda evin mətbəxi ilə tanış edəcəm sizləri. Bura evin mətbəxidir. Mətbəxi də istipol, qranit mərmərdir. Mətbəxdən evin qarşısındakı terasa çıxışı var.